Buyurun, özünüzü təqdim edin, ad, familiya, ünvanınız. Mən Məmmədov Vüqar, Kiçikrəli kəndində yaşayıram. Vəziyyətim ağırdır. 3 ildir xəstə düşmüşəm. Prezidentə məktub yazmışam. Fəttah müəllimə yazmışam. Kəmaləddin müəllimə yazmışam. Cavabında o gəlib ki, prezidentdən mənə ünvanlı sosial yardımdan faydalan, bir də məşğulluğa adı yazdırmışam. Heç arada işə götürmürlər. İcra hakimiyyətinə getmişəm. Səbuhi müəllim qəbuluna düşənməmişəm. 2 dəfə getmişəm, orada da deyiblər ki, adı yazdır, yenə də sənə iş verərik. Getmişəm, yuxarı otellərə də adımı yazdırmışam. Heç kim mən işə götürmür. Deyirlər, qocasan. Axranlığa da varsa götürmürlər. 37 yaşım var, deyirlər, qocasan. Belə çıxır ki, yəni ki, mən gedim, işitdə, əzadda vuruşum, uşaqlara pul göndərim. Uşaqları mən dolandıra bilmirəm. Belə çıxır ki, bunlar qalsın burada, mən geyim işitdə zadda. Qarabağda olsa, mən getmərəm ora. Onun ki, mənim uşağıma 1 manat verməyindi. Mən geyib işitdə vuruşum, mənə öyə pul göndərim. Amma bunlar yaxşı yaşasınlar. Belə, vəziyyətim bax, belədir mənim. Deyirlər, 25 sotuk torpağım var, sənə ünvanlı sosial yardımda düşmür. Mən nə ilə dolanmalıyam? Nə ilə, bax. Qaz pulumu verə bilmirəm. Gəlin, qazı çəkin. Bax, bax. Qazım gəlib, bax. Erməniyə, Gürcüyə qaz satırlar. Mən odun yandırıram, odun. Amma qazı yandıra bilmirəm. Gəlib kəsirlər durbanın kökündən. İndi gedək mən xalda ineyim. Bax. Bax, görsən boş. Bax, qazanlar, görsən. Ya, bax, orada ətə bax, görsən. Bax, bomboş balaca. Bu prezidentə deyən lazımdır ki, prezidentə. Ay prezident, sənin Avropanın iti yiyəni sənin xalqın yemir. Mənim nəyimə lazımdır olimpiya? Nəyimə? Baxın, bax bu da bizim bax odunlar da çək, bax. Odun yandırıq, bax. Qaz da yox. Bax budur. Bax bizim yaşayışımız bax budur. Bundan ibarət. Gəl. Xəstəliyim ağciyər xəstəsidir. Bakıda Qaraqarayevdə ağciyər institutunda yatmışam. Gəlmişəm burada, banisa müdürü məndən 2000 pul istədi, dedi ki, sən pensiya çıxardaram. Bundan da şey çıxmadı, 2000 də mən tapıb ora verə bilmədim, qaldım belə. Kimdir xəstəxana müdürü? Şeydir, Aruş doktordur. Aruşdur adı, əsl adı Aruşdur, ermənidir. Sabir qoyub dəyişib adını. Aruş doktor, hə. Bu belə çıxır ki, bu ermənidir, bu ermənin Azərbaycanı ilə canı yanıcı, heç nə. Hamısı ermənidirlər, orada oturanlar, yuxarıda oturanlar da həmsin. Bax belə, mənim vəziyyətim bax budur. Dövlətdən 1 manat mən bu uşaqlara pul ala bilmərəm. Ağır işə güc eləmək olmaz, güc eləyən kimi bu tərəfim ağrıyır. 3 ildir mən ya, indiyə kimi niyə məni görmürdünüz bu ekranda? İmkanım yoxdur ki, mən sizə ya müraciət edirəm. Müraciət də elədim, boşa çıxdı hər şey. Əlim boşa çıxdı. İş bu yerə gətirib ki, mən geyib daha haradasa vuruşam. Haradasa işləyəm. Geyib bu tərəfdə bu Kürdlərə zada qarşı vuruşam, mən öyə pul göndərəm. Başqa çarəm yoxdur mən. Nayomniklik zaddı eləyəm. Əskərlikdə olmuşam Naxçıvanda, soğuq döyüş dövgəsində 2 il 6 ay. 97-də getmişəm, 99-un axırında gəlmişəm. Mən nə arım bu hökumətə? Əskərlik də eləmişəm yenə. 2 qatına eləmişəm. İndi gəlirlər 1 il 6 ay, mən getmişəm 2 il 6 ay. Yəni ki, mən daha belə çıxır ki, bundan bizə hökumət olasıdır. Bu belə çıxır. Burada Qəbələdə kasıba gün yoxdur. Qəbələdə kasıblar yaşamır. Kasıblar 0 səviyyəsi. Burada bir 10% varı var, onlar yaşayır, vəssalam. Gəlirlər, özlərinə pul yığırlar, villa tikdirirlər, özləri üçün yaşayırlar. Mənim kimisinə burada gün yoxdur. Belə çıxır ki, mən buraları zadı satıb çıxıb gedəm buradan. Qəbələdə gilan zavodları var, jale zavodudur, pendir zavoddur. Bunlardan da ki, əhalinin yarısını çıxardıblar işdən. Maaş verə bilmirlər, deyirlər ki, çıxın gedin. Öz şotunuza istirahətdir. Ayrı qaldı ki, bəzi müəssisələr də o da ki, elə işə girmək mümkündür ora. Heç gilana da girə bilmədim. Nə də axranlığa, turist şirkəti mənə axranlığa götürmədi. Kənan müəllim dedi ki, sənin başın ağdır, yaşın da çoxdur. Qarolçuluğa nə qoca, nə cavan. Gərək yuxarıdan adamın ola, nazirlikdə zətdə daydayın ola, səni tapşıra ki, bu adamı işə götürün. İxtisasına görə, özünə görə bunu işə götürün.
Bu saatda buradan götürürlər. Yoxsa mümkün deyil. Qəbələdə yaşamaq mümkün deyil. Qəbələdə yaşamaq nol. Qəbələdə yaşayış nol səviyyəsindədir. Son olaraq onsuz da mən bu yazdıqlarımdan, gördüklərimdən, eşitdiklərimdən heç bir şey çıxmadı. Mənə imkanınız varsa bir maşın mişar daşı verin, mən toğla tikeyim özümə, qoyun saxlayayım, heç kimə də deməyim ki, mənə işə götür. Başqa heç nə, başqa mən bir çarə görmürəm. Bunun da yəni yazığı gələn, görüb eləyən varsa eləsin, yoxdursa mən belə də qalanam.